Hamıya salam. Bir mövzu ilə bağlı toxunmaq istəyirəm. Yəni yenə də fəsillə bağlı üzümüzə yay fəsili gəlib çatıbdır və bəzi məqamlara toxunmaq istəyirəm. Yəni demək istəyirəm ki, yay fəsilindən belə deyək, daha çox faydalı məqamlara toxunmaq istəyirəm. Ən faydalısından da biri əlbəttə ki, günəş vannalarıdır. Yəni el arasında nazagar deyirlər. Burada bir iki məqam var ki, onlara diqqət yetirmək lazımdır. Mütləq şəkildə gün vannaları necə qəbul edilir və onun xeyri və zərəri nə ola bilər? Ümumiyyətlə, Dünya Səhiyyə Təşkilatı da və bəzi elmi araşdırmalar onu göstərir ki, ən yaxşı zaman gün vannası qəbul etmək üçün səhər saatlarındadır. Yaxşı olar ki, regiondan asılı olaraq, əlbəttə ki, regiondan asılı olaraq səhər saatları daha uyğundur. Yəni, saat 11-ə qədər, 10-a qədər gün vannaları qəbul olunsa daha yaxşı olar. Gün altında, yəni gün vannası almaq üçün, yəni burada ultra bənövşəyi şüalardan gedir söhbət, yəni dermatologlar da bunu təsdiq edir ki, çox dayanmaq ehtiyac deyil. Yəni buna sadəcə olaraq, yəni 30 dəqiqədə yeri gələndə bəs edir, 10 dəqiqədə əlbəttə ki, tərdən asılı olaraq bəs edir və müntəzəm olaraq bu gün vannaları bir müddət gündəlik alınsa, əlbəttə ki, çox gözəl bir nəticə əldə eləmək olar. Burada D vitaminin belə deyək, qazanması irəli gəlir və məlum məsələdir ki, D vitaminin bizim immun sistemimizə çox gözəl təsir edir və bəzi xəstəliklərindən mübarizədə çox gözəl yeri var. D vitaminin və xəstəliklərdən qurtulmaq şansı əldə etmək olur. Və mütləq şəkildə bəzi həmən gün vanları zaman bəzi şeylərə diqqət etmək lazımdır ki, yəni baş örtüyü olmalıdır, gün eynəkləri olmalıdır, çox dayanmaq olmaz. Yəni saat 11 radələrinə qədər bu gün vannasını qəbul etmək lazımdır. Axşam saatları əlbəttə ki, saat 4-dən 5-dən sonra belə deyək, qəbul olunsa daha yaxşı. Yəni ças pik deyirlər, yəni o zamanı gün altında dayanmaq olur məsləhətdir, çünki burada yanıq məsələləri də ola bilər və dəriyə belə deyək, mənfi təsiri də ola bilər. Çalışın bu yayı faydalı keçirin, istirahətinizi eləyin və gün vannalarından çoxluğu qəbul edin. Bu qədər sağlam olun.